Bu da Mitsubishi şoklandırdı variator korobkadır. Sulkasında problem var, nasosunda problem var. Struşka yiyibdir. Bilən bilir. Şimdi korobka təmiz şəkildə yığılacaq. Və əziz dostlar, Mitsubishi şoklandırın variator korobkanı. Valını dəyişdik, çek dəyişirdim. Hidroblok dəyişirdim. Korobkanı yığılır. Və bir də burada dənəlikə televizor aldım. Dedim almaq lazımdır. Babalar sözlərini tutur aldım. Bu detallar da yolub samsı səliqəli. Köhnə detallar. Təzə hidroblokdur. Nasos təzə. Səliqəli. Alın yığıq. Sizdən qalan testlərini göstəreyim inşallah. Əziz dostlar, Mitsubishi'nin korobkasını təmizləyirdik. Xırda toxunuşlar qaldı. Filtrdir, mikro və təmir. Buna struşa gedəndə, yəni bu yummaq qeyri-mülkdür, bu tullandıdır. Yəni yığaq, qoyaq üstünə. Ha, cana var. Və əziz dostlar, Senior Da Vinci-lə korobkamız hazırdır. Gözəl nostalji mahnılarla və parasını üstünə qoysunlar. Testlərə verim göstərəcəm. Salam əziz dostlar, Senior Da Vinci-lə. Maşınımız hazırdır. Zadinin neytral deyə vurması yoxdur. Şöyle canavar. Ha? Pişikdir, elektrikdir. Seymur stansiyanəkidir. Neden? Aşıq qalanıdan silmişik korobkada işmir. Aşıq var korobkada? Yox. Canavar. Skorsta, variator dostlar, burada skors təşmədiyəndə başı çıxan pillələrdir. Yəni aşağı bırak qalxısa şey olur. Skors dəyişmə tempo olur. Çox əla, səliqəli. Bir də qeyd edirlər, ulu tanrı, ülüksüz papa. Xeyir olsun. Sağ olun dostlar. Ne var? Sağ olun, adios amigos.